Marshall Park'ın sponsorluğu ilə Qonaq Gəl Bizə başladı. Hər vaxtınız xeyir əziz dinləyicilər. Marshall Park'ın sponsorluğu ilə Qonaq Gəl Bizə başlayıb. Bugün studiyamızın da qonağı var, mənim də qonağım var. Qonağımla bərabər qonağınızıq. Odur ki, radionuzun səsini artırın. Çünki o gözəl xanım danışanda ruhunuz dincələcək. Deyim kimdir qonağımız? Qonağımız Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan xanımı. Gözəlliyi illərdir, belə deyim, dillərə dastandı. Birinci onun təbii ki sənəti, səsi, amma daha sonra onun gözəlliyindən danışırıq. İllər bu gözəlliyi heç nə eləyə bilməyib, heç yan keçə bilməyib bu gözəlliyin yanından. Nə yiyir, nə içir, harda qidalanır deyirlər. Bax, həmin məsələdir. Azərbaycan Respublikasının əməkdar artisti Gülüstan xanım Əliyeva qonağımızdır. Xoş gəlmisiniz Gülüstan xanım. Xoş gördük gözəlim Aysel, əziz dinləyicilər. Buradan sizi salamlamaq çox xoşdur. Xüsusilə də qonaq gəl verilişindən, Yurd FM-dən sizləri salamlamaq çox xoşdur mənim üçün. Yurdumuzun hər bir güşəsində, hər bir küçəsində, hər bir nöqtəsində Yurd FM səslənir. Bəli, yurdumuzun insanı nə gözəl ki, yurdumuzun musiqisinə dəyər verir. Nə gözəl ki, Yurd FM var və yurdumuzun sənətçiləri ilə, sənətkarları ilə xalqımızı, yurdun insanını qovuşdurur. Gülüstan xanım da bugün qonağımda böyük bir sevinclə, böyük bir şərəflə, sevgi ilə qarşılamışıq. Çox təşəkkür edirəm. Xətriniz çox əzizdir. Məncə bunu mən yəni sadəcə aparıcı olaraq demirəm. Bunu sizi görən hər kəs deyir ki, çox təşəkkür edirəm. Gülüstan xanımın bir başqa bir xanım xatınlığı, bir zərifliyi, bir gözəlliyi, bir başqasız yəni. Qadın olmalıdır. Düşünürəm həmişə qadın öz zərifliyi ilə öz gücünü göstərməlidir. Doğrudan belə deyərdim. Bax, o qəşəng sözdür. Öz zərifliyi ilə öz gücünü göstərməlidir. Zaman dəyişib amma Gülüstan xanım. Qadınlar istəsə, yəni istəmsizcəmi oldu bu, özləri mi seçdilər? Daha çox güclənməyə meyilli oldular deyə, güclü görünməyə çalışdılar. Sanki ona görə də yer dəyişdi. Kişilərlə qadınların yanlış anlamasına dinləyicilərimiz, o mənada demirəm. Sanki belə qadınların zəriflik anlayışı keçdi arxa plana. Bilirsiniz, bu həyat tərzindən, həyat yaşam tərzindən, belə deyərdim, biraz da bu sosial şəbəkələr, informasiya axınları və biraz maskulin, necə deyim, kişilərə bura modanın da tərzində çox böyük təsiri var. Biraz maskulin qadınlar, yəni kişiyə bənzər bir qadınlar bir nəsli yetişməyə başlayır. Amma son dövrlər hiss edirəm ki, yəqin ki bunu çoxları hiss edirlər ki, artıq qadınlar qadın olmaq istəyirlər. Artıq az hiss edirəm ki, o addımlar, o qığılcımlar var və bu da məni sevindirir. Çünki hər kəs öz yerində gözəldir, hər daş öz yerində ağırdır. Doğrudan elədir Gülüstan xanım. O bir dövr var idi, siz demişkən, hətta bu geyimdən başladı. Dedilər kişilər bizim şalvarımızı geyindi qadınlar deyə. Yəni o bərabər evdə, qadın cəmiyyətdə, evdə qadın kişi hüquqları bərabər də anlayışını yanlış anladı insanlar. Bu gender siyasətləri, yəni Avropadan üzbəri gələn bu gender siyasətləri, hansı ki Dədə Qorquddan üzü bu yana, yəni biz özümüzü kəşf edib anladığımızdan bu yana bizdə, yəni Azərbaycan ailəsində, Şərq ailəsində ümumiyyətlə qadın həmişə baş üstündədir. Qadın həmişə elə yüksəkdə olubdur. Qadın cənnət onların ayağının altında olubdur. Qadın həmişə yəni Türk ailəsində, Azərbaycan ailəsində qadın həmişə bir addım öndə, yəni həmişə göz üstündə saxlanılıbdır. Amma bu gender siyasətləri biraz müasir dünyamıza, müasir ailəmizə başqa bir fikirləri çox kobudda səslənsə soxmağa
çalışdılar. Halbuki elə bizim ailələrimizdə bu onsuz da var idi. Qadına hörmət, qadının bərabərliyi, qadının sözünün söz olması, qadının sözünün keçərli olması ailədə, kişi yanında, övlad yanında bunları başqa cür təqdim edərək qadın üstünlüyünü cəmiyyətdə yaradılar. Bu əslində mən deyərdim ki, feminizmin inkişafına dəstək bir formadır. Əslində feminizm də yəni bir gözəl bir anlayışı, qadının tərəfdarı olur, amma sadəcə olaraq bu o demək deyil ki, yəni yanlış anladı qadınlar bunu. Qadınlar bunu yanlış anladılar. Necə ki demokratiyanı özbaşınalıq kimi anladılar. Bəli, məncə də eyni. Yəni hər şeyi yəni olduğu kimi qəbul etmək. Düşünürəm bunun üçün də zaman lazımdır. Keçirik. Siz demişkən artıq o zaman gəlmək üzrədir. Mənim bir neçə il öncə bir elmi işim, yəni dissertasiyam oldu, müdafiə etdim. Bu məndə 2000-ci il Ulu Öndərin qadın siyasəti ilə bağlı böyük bir sərəncamı olmuşdu və hər zaman olduğu kimi Azərbaycan cəmiyyətində necə ki qadına prioritet verilirdi, elə Ulu Öndərin bu sərəncamı ilə də qadının ailədəki yeri, qadının cəmiyyətdəki yerini və qadına öncülük verilməsi haqqında bir addım oldu və bundan da mən necə deyərlər, belə bunu əlimdə bir bayraq edərək mən bir opera sənətçisi olaraq uzun illərdir opera yüksək dərəcəli solisti olaraq mən operadakı məhz qadın obrazlarına müraciət etdim. Operamızda qadınların yeri necədir, haradadır və necə göstərilir Azərbaycan operasında qadınlar. Bununla bağlı mən müdafiə etdim və çox gözəl qarşılandı və mən orada da yenə bayaqki fikrimi vurğuladım ki, bu qadın gender siyasəti ki, necə ki dünyaya başlayıb yayılmağa, halbuki Azərbaycan ailəsində, elə Azərbaycan musiqisində də, Azərbaycan bayatılarında da qadına çox böyük üstünlük veribdir. Mən öz işimdə, elmi işimdə bunu göstərdim. Çünki qadın zəif deyil. Əslində bu dünyadan çıxan qadın və kişi hüquqları bərabər anlayışı onsuz da dövlətimizdə də bərabərdir, dinimizdə də bərabərdir. Hətta qadın kişidən daha artıq qadınlara aid ayə var yəni. Şərqdə məhz bəli, başını açan, yəni örpəksiz, çadrasız qadın, səs vermək hüququnu qazanan qadın məhz Azərbaycanda ilk dəfə bu baş verdi və seçmək hüququ, səs vermək hüququ əldə etdi qadın. Məhz bu Azərbaycanda, Azərbaycan Cumhuriyyətində bəli, yəni ki, qadınlar, Gülüstan xanım qəşəng deyir ki, onu artıq qayıdırlar. Çünki dedilər, elə bildilər ki, bərabər hüquqlu o demək ki, kişiyə baş qaldırmaq, kişiyə nə bilim, hünər göstərmək. Getdilər, gördülər, yox, bu deyilmiş, bizim bacaracağımız qadınlarımız, bəli, qızlarımız anlamalıdırlar ki, qadın ailədə qadın olmalıdır. Sənin əgər əmək haqqın yüksəkdirsə, sən kişinin üzərində hegemonluq edə bilmərsən. Həssas mövqedir. Çox həssas. Allah kişini qadını bir addım üstündə yaradıb. Bəli. Dünyada, yəni xilqət xaliq olandan, dünyaya qadın kişi gələndən, kişi ailədə kişidir. Yəni qadından bir addım irəlidədir. O çətinlikləri çiyninə götürməklə, üstlənməklə yanaşı, elə o ailədə də o kişinin sözü söz olmalıdır. Baxmayaraq ki, qadın bugün iqtisadiyyat irəlilədikcə, iqtisadi dünyamızda qadın artıq özü ayaq üstündə dura bilən bir vətəndaş, bir fərddir. Amma bütün bunlara baxmayaraq qadın olmalıdır. Bəli, qadın olmalıdır. Çox gözəl bir söhbətimiz, o qədər gözəl bir, maraqlı bir axından başladı. Heç belə bir istiqamət düşünməmişdik. Doğrudan da qadın yerində, kişi yerində, amma bu bərabərlik, gender bərabərliyi bir reallıqdır. O da harda? Qızlarımıza təhsil verək, qızlarımızı təhsilli eləyək. Təhsilli bir qadının həyat yoldaşı da onu əzməyə çalışmayacaq. Ailədə qızlarımıza, olacaq yəni. Övladlarımıza, qızlarımıza sevgi verək. Qızlarımıza elə sevək ki, ailədə onlar başqa yalançı sevgilərə aldanmasınlar. Qızlarımızı elə sevək ki, ailədə elə bir sevgi ilə böyüdək ki, qızlarımız müstəqil həyatda çətinlik çəkməsinlər. Ailə quranda sevginin nə olduğunu, həqiqətən sevginin nə olduğunu anlasınlar. Oğlanlarımız daha çox sevgiyə möhtacdılar.
ailədə də, cəmiyyətdə də, həyatda da və sevgi üçün onlar daha da həssasdırlar. Onların sevgiyə daha çox ehtiyacı var. İnanın mənə, Doğru. oğlanlarımız daha zərifdir, daha incədir. Ruhları daha çox sevgiyə möhtacdır. Və ailədə bunları etsinlər övladlarımız üçün və onlar cəmiyyətdə tam mənası ilə dəyərli, gərəkli, cəmiyyətə yararlı bir insanlar olacaqlar. Əziz dinləyicilər, yəni heç inanırsınız ki, biz belə bir söhbətin gedəcəyini heç planlamamışdıq. Qətiyyən, bilirəm sən Qətiyyən. başqa suallarla gəlmisən. Yox, yəni inanın ki, özümə hətta yolda düşündüm ki, Gülüstan xanımla o heç bugün yeni layihənizdən danışacağıq, işlərimizdən Əlbəttə. danışacağıq. O heç onlar öz yerində idi. Dedim Gülüstan xanım, o qədər sizin xəttinizi çox istəyirəm ki, Çox bir təşəkkür içdə edirəm. məncə ruh da bir-birinə Qarşılıqlıdır, yaxın əlbəttə, olurdu o əlbəttə. zaman. Dedim görəsən nəydən danışacağıq? Dedim Aysə, Burax axırına bir şey özü tələb nədirsə, günün Yaranacaq, tələbi. bəli. Ya o qədər belə qəribə bir şəkildə qadın bərabərliyi, daha doğrusu qadın kişi bərabərliyi mövzusundan başladıq və doğrudan da Gülüstan xanım kimi Azərbaycan xanımı bunu deyir sizə və bunu yaşadığı və gördüyü təcrübələrdən Bəli, deyir bəli. sizə. O qədər məsələn mən Gülüstan xanım bu mövzuda bu qədər rəsmi və belə publik danışığını heç təsəvvür etmirdim ki. Bilirsiniz, bugün Azərbaycanda o qədər uğurlu xanımlarımız var, Çox. o qədər iş xanımlarımız var, sahibkar xanımlar var, bütün sahələrdə. Və eyni zamanda incəsənətimizdə uğurlu, dəyərli, bugün cəmiyyətdə adı, sevgi qazanan, adı, hörməti olan xanımlarımız var. Və mən bu uğurlu xanımlarımızla bərabər mən bir mentor olaraq universitetlərimizdə müəyyən bir yerlərdə çıxışlar edirəm və məni də dəvət edirlər bir mentor kimi, yəni bir uğurlu qadın simvolu olaraq. Aha. Və mən çox istəyirəm bu ortamlara qarışım, bu ortamlarda olum, bu necə deyərlər, iletişimləri quraq Bu gənclərimizlə, əlaqələri, bəli, bu münasibətləri. xanımlarımızla, bəylərimizlə ki, onlar uğurun haradan keçdiyini, hansı yoldan keçdiyini bilsinlər. Və Çox- bu yolda azmasınlar. Doğrudan da gözəl bir zamana gəlib çıxırıq. Çox gözəl. Çünki artıq əvvəllər elə bir şeylər yox idi. Kimsə çıxsın öz yaşantısından, öz Bəli. uğurundan, öz uğursuzluğundan danışıb kimlərəsə Bəli. nümunə olmağa çalışsın. İndi artıq belə tədbirlər də çox keçirilir. Bəli, bəli. Belə nümunələr gənclərə çox yol Bəli. göstərilir. Gülüstan xanım çox gözəl fikirlər səsləndirdi. Bizi dinləyən xanımlar var sükan arxasında, bəylər var, qız böyüdən atalar Əlbəttə, var, analar qız var, uşağı bəli. böyüdən analar var, oğul böyüdən valideynlər var. Oğlanlarımızı vicdanlı, mərhəmətli, Bəli. qadına hörmət göstərən bir varlıq olaraq böyüdək. Nəinki ailədə, cəmiyyətdə də qadının yerini bilən bizim ata-babalarımız necə olubsa, necə Azərbaycan Bəli, kişisi bəli, bəli. əvvəldən necə olubsa, Öz mental qadın görəndə xarakterimizi biz ailədə övladlarımıza əvvəldən göstərməliyik. elə olub Azərbaycan kişisi qadın görəndə özünü düzəldib ayağa durub yolun kənarına keçib Bəli, xanıma bəli, yol bəli, verən bəli, Azərbaycan kişiləri var idi. Bəyinə hörmət göstərən Azərbaycan xanımları var idi. Ona görə də Bugün də əziz var. xanımlar, Bugün də var, var. Asiyə Çox gözəl var. Əziz xanımlar, qız böyüdən analar, əziz xanımlar, ümumiyyətlə ailədə olan xanımlar, gücümüzü cəmiyyətdə, haqqımızı cəmiyyətdə qoruyuruq. O heç övlad anası olaraq heç bir xanım olaraq övladına sahib çıxmaq, cəmiyyətdə onu əzdirməmək, işlədiyimiz bir yerdə qadındır deyib keçməsinlər. Gücümüzü, təhsilimizi Bəli, təbii göstəririk. ki, bəli. Ailədə isə o bəy bizim ruhumuzu əzirsə o zaman bir baş qaldırmaq Bəli, lazımdır. bəli. Amma digər mənada ailədə güc göstərməyin. Zərif olun, Sevgi göstərin. zəif olun, sevgi göstərin. Sevgi göstərin. Qoy bəy də Ən anlasın güclü, da ki, ən böyük güc sevgidir. Bəli. Bəli, ən böyük güc sevgidir, əziz bəylər. Siz də xahiş edirəm, xanımların qədrini bilin, qiymətini bilin, onların qeydinə qalın. mütləq. Xanımlara güclü olmaq üçün şərait yaratmayın. Qadın gülərsə cəmiyyət gülər. Bəli. Elə bir xoşbəxt bir ailə yaradın ki, bir sevgili kimi, nişanlı kimi və yaxud da ailə başçısı kimi qadın güclü olmaq məcburiyyətində qalmasın. Qadın Bəli. elə zərifliyinin gözəlliyini yaşasın. Sizə söykənməyi seçsin qadın. Bəli.
Çox gözəl söhbətlər, qadın birliyi, qadınların bu maskulinləşməsi, buradan danışdıq. Qadınlar cəmiyyətdə nədir, ailədə nədir, zəriflik, zəiflik, hamısından gözəl çıxışlar eləmişik. Güzdən xanım, indi məndən küs görüm, Allah rəhmət eləsin. Məhəbbət. Unudulmaz sənətkarımız, Məhəbbət Kazımoğlu'ndur. Çox gözəl. Məkanı cənnət olsun. Allah rəhmət eləsin. İlkin Əhmədov bunu çox gözəl yorumladı, çox gözəl təqdim etdi. Mən də ondan ilhamlandım, belə deyək. Aynen, salamlayırıq buradan İlkin Əhmədova da. Əməkdar artistimizi. Bəli, doğrudan da çox mənası olan bir mahnıdır. Bəli. Və bir də onu ifa eləyənlər hiss etmişəm ki, belə doğrudan da belə içdən oxuyur da. O mahnı ki, ürəkdən oxundu, anında hiss olunur. Siz hər bir mahnı yaşanmışlar olmalıdır. Mütləq. O mahnı boşu-boşuna gəlb eləmir səni. Yaşamayan insanlar onu o cür oxuya bilməz. Bu da elə bir mövzudur ki, yəni bu hər bir insan özü kimi yaşayıb bunu mütləq. Mütləq. Uşaq da, böyük də, gənc də, hamı ona görə hər bir kəsin içərisindən keçib gedən bir mahnıdır. Hələ də özünü hiss etdiyi kimi onu gözəl formada təqdim edə bilir. Sizdən küsən olub, amma ürəkdən küsən. Bəlkə də bilmirəm, mənim xəbərim olmadan ola bilər, amma əgər mənim xəbərim varsa, yox, mən heç vaxt yol verməmişəm ki, kimsə məndən küssün, incisin. Könlünü alırsınız. Bəli, heç kəsi, necə deyim, istəməmişim. Mən bilmədən olub ki, məsələn, hansısa bir məclisdə olmuşuq, məsələn, mən girdim içəri, hamıya ümumi salam verdim, amma o şəxs məndən xüsusi bir salam gözləyirmiş. Mən də onu diqqətlə qaçırtmışam. Bir vaxt gördük ki, o gedib. Hətta küsüb gedib, hə. Düzdür, sonra barışdıq, amma inanın mənə, mən heç bilməmişəm də. Yəni belə bir hallar ola bilər, amma kimsə ki məndən belə küssün, incisin, belə bir şeyə mən yol vermərəm və istəmirəm də belə bir şeylər olsun. Yaxşı, bir baxdım ki, nömrəmizi səsləndirməmişəm. Heç o qədər danışmağa qəşəng başlamışıq ki, 099 697 97, bir daha deyirəm, 099 6 907 97 nömrəsinə zəng edə bilərsiniz, yaza bilərsiniz. Yaxşı, Gülsün xanım, siz bürcünüz nə idi? Qoçam. Qoç, ay, mənim anamın bürcü. Sizin lider və hələ əsəbləşmirsiniz. Amma əsəbləşdinizsə, vay o gündən onun qabağına və çox gec sakitləşirsiniz. Onu bilirəm, gec sakitləşirsiniz. Yaxşı, siz küsməyə qoymursunuz, könlünü alırsınız. Bəs siz küsəndə könlünüzü alırlar heç? Heç görmədim. Ona görə deyəcəkdim. Çünki adətən könül alan insanların könlünü heç kim almır. Öyrəşirlər. Həmişə deyirlər, fədadan kar olmaz. Qəşəng sözlər. Yəni fədakar insanlar çox vaxt əmək əlində qalır, belə deyim. Doğrudan elə. Ən yaxşı mənada desək, yəni görülmür nəsə. Bəlkə də elə olmaq lazım deyil. Biraz da özünü düşünmək, özün üçün yaşaya bilmək, bunu bacarmaq lazımdır. Yox demək bacarmaq lazımdır. Bəlkə də incidiyini, küstüyünü göstərmək lazımdır. Göstərmək lazımdır, hə. Biz göstərməyən adama, bax elə, mən ona görə birinci sual verdim ki, küsəndə nə edirsiniz? O ki, heç kimi küsməyə qoymayan, könül alan adamlar var. Heç düşünmürlər ki, onun da qəlbi qırıla bilər. Bu günə qədər elə bir adam mən tanımıram ki, desin ki, Gülüstan mənim xətrimə dəydi və yaxud Gülüstan Əliyeva mənə pislik elədi. Heç vaxtı. Həmişə bacarmışam, yaxşılıq eləyim, əlimdən gəlirsə. Əgər edə bilməmişəmsə də, sakit bir kənarda dayanmışam da. Amma hər zaman istəmişəm ki, dəstək, kömək, necə deyim, yaxşılıq. Yəni, mənim həyat şüarımdır. Yəni, bilirsiniz, hər bir insan doğuluşdan bir missiyası var. Bu, həqiqətən belədir. Biz bilməsək belə ki, bu bizim doğuluşumuzdan belədir. Bu var. Bu var insanlarda. İnsanlar var ki, doğuluşundan o təkəbbürlü doğulub. İnsanlar var ki, egoist doğulub. İnsanlar var ki, insanlara yaxşılıq etmək üçün, əl uzatmaq üçün, kömək etmək üçün doğulur. İnsanlar var ki, mış kimi göstərir, amma əslində elə deyirlər. Ancaq mışlardan ibarətdirlər. Bəli. Və təəssüf ki. Və sizin könlünüzü dəydilər, küstüz. Nə edirsiniz? Bildirirsinizmi? Ən azından bir hiss etdirirsinizmi ki, küsmüşəm səndən, qəlbimə dəyimsən? Əlbəttə hiss etdirirəm. Bəs silirsiniz o adamı, yoxsa? Bəli, həyatımda olub. Çox insanlar olub ki, bəli, silmişəm. Mən də sildimsə heç vaxt geri qayıtmıram. Qoçlar çox qayıtmır. Sildim və salam, onu həyatımdan çıxardıram. Düzdür, necə deyim,
ona kibirli olmuram, ona qarğış eləmirəm, ona necə deyim, pislik etmək haqqında düşünmürəm ki, bu mən belə elədi, göründü, mən ona nə edəcəm. Qətiyyən bu mənim lüğətimdə yoxdur. Sadəcə olaraq həyatımdan çıxardıram və buraxıram. Başım buraxıram. Amma bəs belə heç ürəyinizdə qalıb, misal üçün, kaş heç ondan incidiyimi biləydi. Kaş olur da bəzən belə. Olur, bəzən ki, olur. O gəlib, bəli. heç olmasa o məni itirməyəydi də. Yəni bir könlümü almağa heç mi ağlına gətirmədi? Bilirsiniz, ağlına gətirmirlər. O ağılda başqa şeylər orada o vaxtı. Amma sonra vaxtı gəlir ki, o ağlına gəlir və o qayıdır ki, heç olmasa üzr istəsin. Amma onda da gec olur artıq. Gec olur. Bugün gözəl bir söz çıxdı qabağıma. Deyir ki, sizə pislik eləyənlər, sizin qəlbinizi qıran, yolunuza daş qoyanlar, ümumiyyətlə hər hansı pislik eləyənlər, inanın ki, etdikləri pisliyin hər anını, hər saniyəsini xatırlayırlar. Elə bilmin ki, onlar elədi, unutdu, getdi, davam etdi. Əsla, bəli. Həmişə, hər an ağıllarındasınız ki, onlar sizə bunu eləyirlər. Vicdanları ilə tək qalanda, əgər vicdanları varsa, o vicdanları tək giririk gecə yerinə ki, tək özü qalır da ki, özü ilə başlayır danışmağa. Onda o vicdan gəlib onların qarşısına dayanır. Deyir, ay vicdansız. Belə onda deyirəm ki, mən bu sözü səhər qabağıma çıxdı. Özümə dedim ki, onda belə deyim də, mənə pislik eləyənlər, mənim yoluma daş qoymaq istəyənlər, elə heç vaxt üzr istəməsinlər ki, vicdanları rahatlaşmasın. Ömür boyu mən xatırlasınlar. Hər yastığa başlarını qoyanda mən ağıllarına gəlim. Heç gəlib məndən üzr istəyib halallıq istəməsinlər. Elə ki, məndən pis yıxıldı, heç zaman yüksəlmədi. Elə qoy ömür boyu onların ağıllarında bir iz qalar. Əsas da bizim vicdanımız rahat olsun. Əlbəttə. Heç vicdanınızı incitəcək bir həyatda bir hadisəyə rastlaşmısınız ki, məcbur qalmısınız eləmişsiniz, amma ömür boyu sizin vicdanınızı incidir ki, niyə belə oldu? Mən bunu belə eləyə, yəni dəyişmək üçün. Belə bir şeylər etməmişəm, yox. Mən elədiyim bir, məsələn, biraz mənə küsən adamı da anında könlünü almağı bacarmışam, istəmişəm, yəni və etmişəm. Düşünmürəm ki, yox, belə bir şeylər olmayıb, yox. Ay, nə gözəl danışırıq Gülüstan xanımla. 099 6907 97-yə yazıb zəng edərək siz də qoşula bilərsiniz. Bir neçə mesaj səsləndirəcəm. Gülüstan xanımın yeni layihəsindən danışmaq istəyirik. Biraz əsas bugün bizim burada görüşmə məqsədimiz Əsir Türkün əsridir layihəsidir və yeni mahnısını artıq yerləşdiriblərsə dostlar mənə xəbər edərlər. Dünən gecə, sırağı gün gecədir hazır olub mahnı. Bura vətəndir. Bura vətəndir, bəli. Hamımızın bildiyimiz, sevdiyimiz dəyərli bəstəkarımız Camaşir Quliyevin bəstəsidir, yəni illərdir. Yəni hər zaman dəbdə olan, heç vaxt köhnəlməyən, vətən adı çəkiləndə o mahnı xatırlanır həmişə. Mən də istədim ki, bu dəfə də mənim yorumumda, mənim ifamda olsun. Onu da ilk sizə təqdim elədim. Bəli, onu da birazdan mütləq ki, onu da səsləndirib haqqında danışacaq. Biraz belə ani keçid elədim mövzudan mövzu. Çünki mən istəyirəm ki, Gülüstan xanım gəlib biraz işlərdən danışaq. Saata baxdım ki, vaxtımız qalsa daha sonra bu həyatı söhbətlər mənim özümə maraqlı. Dinləyicilərimizə bəlkə də maraqlı deyil. Gülüstan xanım o qədər ürəyi belə dərin bir insandır ki, yaşadıqları, bax, insanlar var ki, müəyyən yaşa gəlir, yaşadıqlarını yaşanmışlıq olaraq toplaya bilmir. Nə dilində, nə qəlbində, nə ruhunda, nə gözündə. Yaşayıb gedib heç nə beynində, yaşayıb gedib özü üçün. Heç fərqində deyil nə yaşayıb. Amma insan var ki, hər anını bir dərs kimi yaşayıb və yazıb dəftərinə və qarşısına bir insan çıxan kimi ötürür ona. Mahirə Nağqızının gözəl bir şeiri var. Mən bu ömrü elə belə yaşadım. Ay, o qədər gözəl sözlər. Bəli, Gülyana xanım ifasında hər zaman sevə-sevə dinləyirik. Mahirə xanımın o qədər, bax, mən gənclərimizə kitab oxumağı arzu edirəm. Və bu əsərləri, bunlar həqiqətən də bir həyat dərsləridir. Bu şeirlər, bu əsərlər, bunları hər zaman dinləmək lazımdır. Yəni, ömrü elə belə yaşamaq olmaz. Yaşadığın ömrü, əgər sən geriyə baxıb düşünürsən ki, elə belə yaşadım mı? Görəsən mən necə yaşadım? Artıq sən dərk etmisən bu dünyanı, bu həyatı. Artıq bu o deməkdir. Mənim elə Əsir Türkün əsri mahnımda
dəyərli Mahirə xanım qızının Elə sözləridir. həmən sözlər. Bəli, həmin xanımın yazarımızın, sözləri, bəli, dəyərli professorumuzun Mahirə xanım filologiya elmləri üzrə elmlər doktorudur, dəyərli professorumuzdur və Pedaqoji Universitetdə bu gün prorektor kimi fəaliyyət göstərir və gənclərimizə ədəbiyyatımızı, poeziyamızı öyrədir. Və nə xoş ki, bu gün bizim dilimizin, poeziyamızın başında bax belə insanlar var və biz də zaman-zaman ondan bəhrələnirik. Mən Mahirə xanımın bir neçə şeirinə Azərbaycan, Mənə Layla Çal Ana və sonuncu da Əsir Türkün Əsridir adlı şeirinə müraciət etmişəm. Daha doğrusu mahnıya müraciət etmişəm və Mahirə xanımın bu günlərdə 65 yaşı tamam olur və mən bu münasibətlə də elə öncədən Mahirə xanımı təbrik etmək istəyirəm və silsilə tədbirləri keçiriləcəkdir Mahirə xanımın və nə xoş ki, biz yaradıcılıq məşğul olan insanlar, sənət adamları Mahirə xanımla bərabər olacağıq, onun təbriklərinə, onun bu yaşına, bu gözəl gününə qoşulacağıq və bu mahnı təsadüfi bir mahnı deyil və Azərbaycan adına bəstələnən yazılan ən gözəl şeirlərdəndir və türkçülük adına mən bu mahnını, bu layihəni Turan adına, türkçülük adına etmişəm və Etnoklasın çox gözəl bir musiqi tərtibatıdır. Qoçaq Əskərovla bir yerdə onlar hazırlanmış bir bəli, musiqi tərtibatıdır və mən Qoçağa müraciət etdim, o mahnını ondan xahiş etdim, onu oxumuşdu o. Dedim, Qoçaq, çox bəyənirəm, istəyirəm bunu oxuyum. Heç hələ onda onun bir klip halına gələcəyi heç ağlımda da deyildi, bir layihə olacağını da düşünmürdüm. Çox gözəl bir mahnı kimi istədim ki, ifa edim və sonralar, aylar keçdikcə istədim ki, buna bir don geyindirək bu klip. Bəli, bu mahnıya bir həyat verək, bir göstəriş, bir görüntü verək və çox böyük bir layihə ərsəyə gəldi. Bizim dəyərli layihə rəhbərimiz Sayda xanım İbrahimli və rejissor, eyni zamanda operator idi, eyni zamanda bütün işləri görürdüm. Faiq Əliyevlə bərabər bizim dəyərli Mədəniyyət Nazirliyimizin əməkdaşlarıdırlar. Nə gözəl. Və Nazirliyimiz tərəfindən də çox böyük təqdir olundu, çox bəyənildi və bugün Türk dünyasının, yəni Türk dünyasında, Türk dilli ölkələrimizdə də yayımlanır və Turkish Music Box-da da yayımlanır. Gözəl, maşallah. Çünki bu mahnı mən 4 dildə təqdim etmişəm. Türkmən, Qazaq, Özbək və Qırğız dillərində ikinci kupleti onu səslənir. Bu da bizim Turana bağlılığımızı, türkçülüyə bağlılığımızı və Mahirə xanımın o sözlərini mən o dillərə tərcümə elədim və o dildə də ifa etdim və gözəl Qarabağımızda, Laçınımızda, Şuşamızda bu klipi ərsəyə gətirdik, Çıdır düzümüzü bir daha canlandırdıq. Gözəl Qubamızı orada bizim yurtalarımızda onları göstərmək istədik və bütün türkçülüyə, Turana bir mesaj kimi bunu ərsəyə gətirdim. Davam edir, özdə necə davam edir? Çox gözəl davam edir, hətta bitməyini belə istəməyik işimizin. Respublikamızın əməkdar artisti, gözəli Gülüstan xanım Əliyeva qonağımda. Çox gözəl söhbətlər eləyirik, çox dərin söhbətlər eləyirik. Gülüstan xanım, bir neçə mesaj səsləndirim. Sonra söhbətimizə davam eləyək. Salam, məncə incəlik və qadınlıqla bağlı dediyiniz doğruluq var. Özümdən əlavə etmək istəyirəm ki, bizim millət həqiqətən də tarixən qadınlara hörmət bəsləyən, önəm verən bir millətdir. 86-54 yazıb. Hər vaxtınız xeyirli olsun Gülüstan xanım, var olun. Sizi ailəlikcə sevirik, dinləyirik. 43-78 yazıb. Salamlayıram. Qızlarımızla bağlı çox gözəl dediniz. Əhsən sizlərə. Oğlanlar tərbiyə ilə bağlı da ürəkdən qatılıram sizlərə. 2195 deyir Cəbraillər adından salam olsun. Gözüm zəif görür deyə. Gülüstan xanım mədəni xanımdır. Əllərindən öpürəm 0020 yazıb. Çox təşəkkür edirəm. Salam gözəl Ayşə xanım, təşəkkür edirəm. Mən bugün nə gözəl qonağınız var. Gülüstan xanımın dün
sənəti, ifası özü kimi gözəl və dəyərlidir. Allah sizi qorusun. Təşəkkür Dəyərli edirəm. sənətkarımız Gülsüm Laçınlı yazıb sizə. Gülstan Əliyeva 2025-i necə bitirir və 2026 üçün planı nədir? Planlar çoxdur, sonsuzdur. 2025-i yaxşı başa vurmuşam. 2025-də yenə də həmişə olduğu kimi tamaşalar, teatrda tamaşalarımız oldu. Yenə də konservatoriyada bildiyiniz kimi mən müəllim kimi fəaliyyət göstərirəm. Artıq 25 ildir. Orada da çox uğurlu, yaxşı, yüksək ballarla tələbələrimiz ili başa vurdular. Mənim 4-cü kurslarımı bitirdilər bu il. Çox uğurla və konsertlər, saysız hesabsız konsertlər Doğma Qarabağımızda keçirilən çox maraqlı, çox gözəl konsertlər, hansı ki bizim arzularımız, yəni illərdir biz bunu arzuluyurduq, gözləyirdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin, Allah amin. qazilərimizi qorusun, ali başkomandanımızı qorusun ki bu günləri bizə yaşadır, bu gözəl günləri. Elə bu günlərdə Xankəndi günü oldu, Füzuli günü, Zəngilan günü keçirildi bir 2-3 gün bundan qabaq. Yəni bu tədbirlərin iştirakçısı olmaq əslində bu torpaqlarda olmaqla yanaşı bu xoşbəxtliyin şahidi olmaq deməkdir. Yəni bizim üçün mən belə düşünürəm və biz nə qədər xoşbəxt bir millətik, nə qədər gözəl günlərə layiq bir xalqıq. Allah yenə də deyirəm, Allah şəhidlərimizi qorusun ki, bax bu günləri bizə bəxş etdilər və bu gözəl günlərimiz davam etməkdədir. Böyük bir layihə təqdim elədim mən 2025-də və ilin sonuna qədər inşallah daha yeni bir klip təqdim etməyi düşünürəm İnşallah. və çox sevindiricidir mənim, çünki türkün əsri türk dilli dövlətlərdə və türk soyda qəbul olunubdur və yayımlanmaqdadır. Bu cür layihələr, üzr istəyirəm sözünüzü kəsdim. Bu cür layihələr eləyəndə maddi baxımından O tərəflərə toxunma. özünüz mü edirsiniz yoxsa? Özüm etmişəm, heç bir sponsor olmadan onu belə qəpik yığmışam, Çünki bir toparlamışam. xeyli orada geyim, çoxdur Geyimlər xüsusi orada əhəmiyyət kəsb edir. Bu təkəldüz sənətinin çox nadir bir Azərbaycanda işlədən xanım var. Mirma xanım Xəlilova. Paltarları xüsusilə o işləyibdi. Gördüyünüz kimi paltarların üzərində Orxan Yenisey əlifbası ilə işləmələr var. Tanrı türkü qorusun, Tanrı türkün ağacı. Sırf bu klip üçün hazırlanıb. Bəli, sırf o klip üçün 2 kostyum hazırlanıb. Orada türkün ağacı, yəni türk ağacı orada var ki, orada türk soyları və onların qolları təqdim olunmuş ağaclar var paltarın arxasında. O əks olunubdur. Kəmər var Azərbaycana aid, papaq var, Tanrı türkü qorusun. Yəni paltarın üstündəki işləmələr, Xarı bülbüldən üzü o yana Orxon Yenisey əlifbasına qədər yolda xüsusi işarələrlə türkçülüyü ifadə edən, bildiyimiz kimi 24 türk qolu var və onlardan da törənən bir neçə qollar var. Yəni onları əks etməyə çalışmış. Paltar özü türkçülük, turançılığı göstərmək üçün istifadə olunubdur, bir geyim olmaqdan əlavə. Orada qədim musiqi alətlərindən Azərbaycan Milli Konservatoriyasının laboratoriyasında hazırlanan və yeganə tək bir nüsxədə olan musiqi alətlərindən istifadə etmişəm orada və yeganə şaman qavalı var Azərbaycanda ki, onu tapıb istifadə etmişəm. Eltəbəyə təşəkkürümü bildirəm buradan, onu təqdim etdi bizə. Yəni o qədər gözəl bir şeylər təqdim etməyə çalışmışıq və Laçında xüsusilə o çox çətin bir çəkilişlər idi. Nə qədər təxmini xərciniz çıxdı? Özünüz xərcləmisiniz deyə istəyirəm ki... Əlbəttə ki, əgər qəpiyinə kimi özüm mahnıdan, aranjmandan... Mahnı mənə pulsuz hədiyyə təqdim olunubdur. Təşəkkür edirəm yenə də buradan qoşağa. Aranjman da Etnoklas tərəfindən hamısı mənə bəli, pulsuz təqdim olunubdur. Amma yenidən o aranjmanın üzərində Elçin Əhmədov səs rejissoru işləyibdir və sonra həmin o çəkilişlər, o vəsaitlər, getmək, gəlmək, vizaj, nə bilim, geyim, nə bilim, bunlar hamısı bir hardasa 10 mindən yuxarı elə bilirəm. Hamısını Gülstan xanım özü sponsorsuz həll edir. Bəli, sponsorsuz özüm həll etmişəm, ona görə.
Növbəti klipə artıq vəsait qalmayıb Və dayanmışam. yetirər inşallah. Allah yetirər inşallah. Əlbəttə. Bax, Allah bunun- xalqımızdan razı olsun. Bunu niyə soruşdum? Bugün çünki gündəmdə olan gənclər var, gənc Bəli. müğənnilər, gənc ifaçılar var ki, maşallah çox da gözəl səsləri olanlar da var. Mən Bəli, bayağı bəli, deyə danışmayacağam. Bayağı başqa məsələdir. Mən sənətə də olan, Çox səsli də istedadlı olan gənclərimiz istedadlı var. Bəli, gənclərimiz də var. bəli, Ümumiyyətlə bəli. istedadlı olmasa da məşhur olan gənclər də var ki, indi ola bilər də tempi tutub oradan gedir. Bəli. Amma yəni niyə bunu dedim? Soruşdum sizdən məbləği. Əsir türkün əsridir, toy mahnısı deyil. Kassa mahnı deyil, bəli, kassa mahnı. Trendə düşə biləcək Mahnı bir deyil, trendə bəli. düşüb orada ona məşhurluq gətirə biləcək bir mahnı deyil. Bəli. Nə bilim, hansısa bir dövlət tədbirinə görə qazanılan bir bu mahnının orada bir şüar Bəli, elə bəli. bir bu mahnının nə heç klipi çəkilməsə belə bir xərcidir, sadəcə bir xərcidir. bəli, bəli. Üstəlik buna klip çəkdirib Gülüstan xanım. Üstəlik geyiminin bu qədər detallarına kimi, klipin bu qədər detallarına kimi işlənib 10 mindən çox pul xərcləyib. Amma bu ona sadəcə və sadəcə vətənpərvərlik duyğusu aşıladığı Əlbəttə, üçün. əlbəttə. Dünyada Xalqımız hansısa, üçün, dünya xalqımız üçün, üçün bəli. dünyada hansısa yerlərdə bu mahnı səslənəcək, dövlət tədbirlərində bu mahnılar səslənəcək. Gülüstan xanım Türkçülüyə, Turana xidmət etdiyi üçün yəni mən bunu hər etmişəm. şey pul gətirəcək deyə bir Vətən adına, anlayış bəli, yoxdur vətən yəni. adına bu işləri görmək lazımdır. Mən Bugün toyları yarım saata 10 minə gedən müğənnilər, 5 minə gedən, 3 minə gedən gənc müğənnilərə deyirik ki, Gülüstan xanım bugün Bunlar edin, bunlar yəni, edin, baxın ha, nə gənclərimiz. eləyirik. O heç olmasa qazandığımızdan bu bir təklifi gətirin. mən edəndə layihə rəhbərliyi rejissorumuza bax bu eyni bir fikri mənə səsləndirdilər. Dedilər Gülshan xanım, bu Kasıbı mahnı deyil ha. Ya, Siz bu gətirmir bu yəni. adımı dedim olsun, mən bilirəm nə iş gördüyümü və bilirəm ki bu Kasıbı mahnı deyil, amma bugün elə platformalarda bu mahnı səslənir ki, bu mənim üçün çox qürur vericidir. Bu məsələn çox platformalarda bu səslənir və populyardır və çox dinlənilir. Bu mənim üçün çox qürur vericidir ki, türkün adı, türkün səsi, türkçülüyü təbliğ edən bir mahnı məhz bu platformalarda səslənir. Niyə də olmasın? Qoy olsun, eyb yoxdur. O mənə pul gətirməsin. Amma bilirsiniz, insanlarımız çox vaxtı tələbkardılar ki, mən bu şeylər olmadı, bu şeylər mən həmişə deyirəm ki, ay vətəndaşımız, ay insan, ay sənət insanı, sən bu xalq üçün nə etmisən? Bu vətən üçün sən nə etmisən? Bir vətəndaş olaraq öz işində fərqi yoxdur. Sən müğənnisən, müəllimsən, həkimsən, mühəndissən, dərzisən, sən hər kimsənsə, sən bu vətən üçün bəs sən nə etmisən ki, vətəndən bu şeyləri tələb edirsən, tələbdəsən? Yəni sadəcə bu torpaqda dünyaya Bəli. gəlməyinlə bu Bəli. vətən, yəni sənə Bəli. borclu deyil ki, sən Bəli. vətəndaş olaraq nə edirsən? Bəli, sən vətəndaş olaraq vətən üçün nə etmisən? Sən bir adımlar atmısanmı? İnsan olaraq insanlıq üçün Bəli, nə edirsən? bəli. O da önəmlidir. 44 günlük müharibədə gənclərimiz, nə qədər şəhidlərimiz var. İnsan, hər bir insanın yaşamaq hüququ var. Yaşamaq hüququ var Allah tərəfindən və bir insan kimi torpaqda doğulur. O hüququndan keçən gənclər, o hüququndan keçən insanlar yaşamaq hüququnu necə deyim, bu torpağa verən insanlar var. Bəli, bu torpaq üçün bunu edənlər var ki, onlar bu vətən üçün ölüblər. Bunu düşünmək lazımdır. Gülüstan xanım, vətən deyəndə belə səsi qəhərlənir, boğazı düyünlənir. Allah şəhidlərimizə rəhmət eləsin. Əslində sözün çox dərin bir mənası var dərk edənə. Bəli. Yəni Allah yaşamaq hüququ verib Bəli. və sən bu hüquqdan keçirsən ki, mən ölməyə razıyam. Nə üçün? Tanımadığım bir Aysel üçün, tanımadığım bir Əhməd Bəli. üçün, tanımadığım bir Murad üçün, filan Bəli, kəs üçün. bəli, bəli. Yaxşı, biz onların canından keçdiyi bu vətən var. Yəni Bəli. analarına ağlar qoydular, yoldaşlarını, Bəli. övladlarını, bacılarını, qardaşlarını ağlar qoydular. Yaxşı, onların əmanət etdiyi bu vətən üçün biz Bu yaşayanlar nə edirik? nə edir? Siz nə edirsiniz bu vətənin yaşaması üçün? Siz də ölkə başımızın ətrafındasınızmı? Siz də bu vətənə xidmət edirsinizmi? Bir kiçik bir zərrə fərqi yoxdur. Sən o şərt o demək deyil ki, sən də gedib şəhid olasan. Sən bu vətənin əskəri olsan kifayətdir. Yaşayaraq qulluq Bəli, eləmək lazımdır. sən də bu vətənə həkim kimi, müəllim kimi
xeyirli övladlar yetişdir. Həkim kimi sağlam insanlar ver. Mühəndis kimi savadlı bu ölkəni quran insanlar yetişdir. Bunu et. Yəni dərzi kimi sən bu vətən üçün, vətən övladları üçün dəyərli bir əlbisələr et. Bir Yəni, ana kimi, fərqi yoxdur. ana kimi yaxşı vətəndaşlar yetir. Bir evdar qadın kimi, bir ata bəli. kimi vətənsevər oğulları yetir. Bəli, Yəni fərqi bəli. yoxdur və hansısa bir sahədə Bəli. vəzifə deyil. Bəli. Bu yaxında sözünüzə qüvvət bir dövlət tədbiri aparmışdım. Heç bir təmənnasız. Mənə yığdılar ki, belə bir tədbir var. Biz bunu Bəli. dövlətə qulluq üçün eləyirik. Bəli. Ad çəkmək istəmirəm. Yəni elədiyim yaxşılığı şüar etməmək üçün ad Bəli. çəkmirəm. Yoxsa belə bir önəmli bir gizlənəcək bir fakt deyil. Mən də dedim problem yoxdur. Nə var ki? 2 gün 6 saat mı, 5 saat mı orada oldum. 2 saatını 3 saata yaxın səhnədə ayaq üstə hündür ayaqqabılarla dayandım və bir zərrə qədər də olsun düşünmədim ki, mən buradan bir Bəli. maddi maraq güdmürəm. 5 min, 10 min alsam necə aparardımsa, yəni eynisini, hətta artığını elədim. Bugün bax elə efirə gəlməzdən yarım saat öncə bir dövlətdə çox hörmətli bir insan, o layihənin təşkilatında başlarında olanlardan idi. O bilib ki, mən təmənnasız eləmişəm. O elə bilir, o da oradaydı. Elə bilmiş mən pul almışam, bu əziyyəti çəkirəm. Dedim, mən yığdım mənə ki, mən bilmirdim, siz təmənnasız gəlmişsiniz. Siz nə gözəl vətəndaşsınız. Allah sizdən razı olsun. Mən utandım belə. İndi bunu da burada vallah bila reklam üçün demirəm. Bəli. Vətəndaşlara görə deyirəm Hər kəs ki, öz yerində, hər kəs öz bəli. vicdanı. Mən dedim, bu təşəkkürə nə gərək var ki? Yəni bu mən bu vətənin vətəndaşıyam. Mən bəli. burada oxumuşam, təhsilimi burada almışam, universitetimi burada bitirmişəm. Bu vətənin çörəyini, suyunu içirəm. Bəli. Mən bu vətən Bu torpaqdan yaranmışam da. dövlət adı gəlib mənə zəng gələndə ki, bunu dövlətimiz üçün edirib. Mən orada hansı maddiyyatı düşünə bilərdim ki? Yəni mən bu dövlətin nə yaxşı, mən əksinə sevindim ki, mən bu dövlətə bir qulluq edirəm. Bir yerdə mənim bir rolum olacaq, Bizlərə qədər adım bir keçəcək. köməyim toxundu. Yəni Bəli. bu məncə vətəndaş olaraq bizi dinləyən hər kəs bu gün yəni dövlətin, vətənin adı gələndə boğazı qəhərlənən bir Gülüstan xanım var qarşımızda. Halbuki o Allah səs verib oxumaq üçün. Bəli, bəli. Oxuyar bugün çoxları kimi toy mahnılarını oxuyub gedir toyda oxuyar. Özü gözəl xanımdır. Onun da öz yeri var. Yox, yəni sadəcə oxuyursunuz onsuz da, amma Bəli. sadəcə burada kifayətlənə bilərsiniz də. Yəni bəli. Çoxları kimi. Çoxları kimi gözəl Bəli. göyçək xanımam. Allah da səsimi verib oxuyuram, pulumu qazanıram, bəsimdir. Bəsimdir Bəli. deyil. Bəli. Bəsimdir deyil. Bəli. Yaşamaq hüququnu Bunu Allah dərk verib, necə etdiyin yaşayacağımızı an, biz bunu dərk seçirik. etdiyin an, əgər dərk edirsənsə, hər bir vətəndaş bunu dərk etdiyin an artıq sənin dünyaya baxışın, fikirlərin və vətən haqqında, vətən nə deməkdir? O haqda sənin bütün düşüncələrin artıq dəyişir. Və bunu arzulayıram. Hər kəsə. Hamıya, bəli. Sonda mahnı səsləndirəcəm. Elə sonluğa uyğun bir danışmaqlarımız keçdi, söhbətlərimiz keçdi. Elə istəyirəm sonda dinləyicilərimizə, vətəndaşlarımıza bir həm əməkdar artistimiz Gülüstan Əliyeva, həm bu həyatda tək başına öz gücünə ayaqda durmağa çalışan gözəl bir xanım olaraq, çünki xanım olmaq çətindir. Tək başına ayaqda durmaq çətindir. O xanım bir də xanəndədirsə çətindir. O xanım bir də gözəldirsə 5 qat çətindir, çox çətindir. Hakim Kazımova deyir, qanın getdi. Doğrudan qanın getdi. Çünki biraz yəni çirkin qadın yoxdur. Yəni estağfurullah. O biraz baxımsız qadın bir hərəkət eləyəndə çox da ona baxmırlar, amma biraz qəşəng bir qadın bir damcı başqa Göz bir önündə yəni olanda, bəli. anında orada bir qınaq və Bəli, sözlər bəli. var. Onu istəyirəm ki, dinləyicilərimizə xanımlı bəyli Gülüstan Əliyeva nə demək istəyir? Demək istəyirəm ki, həmişə həyata sevgi dolu baxın. Sevgi ilə bağlanın həyata. Ən ağır anınızda belə o sevgi qoy sizi tərk etməsin. O sevgi ilə yaşayacaqsınız, onunla böyüyəcəksiniz, onunla böyüdəcəksiniz. Bunu arzulayıram ancaq xanımlarımıza, bəylərimizə. Həqiqətən də sevgi. Sevgi yalnız qarşı cinsi olan sevgidən getmir. Dünyanı sevmək, Bəli, övladı sevmək, böyük- işini böyük sevgidən sevmək, söhbət gedir. insanı sevmək, Bəli. vətəni sevmək. Ən baş. Bir dənə qəşəng, doğrudan bu söz belə deyə. Vətəni sevməyən İnsan olmaz. insan olmaz sözü doğrudan belədir. Bir adam ki vətənini sevmir, o nə anasını sevir, nə övladını, nə bəli. xanımını, nə ətrafındakı insanları. Birinci vətən sevgisindən başlayır Bəli. hamısı. Odur ki, əziz dinləyicilərimiz, bu gözəl xanımımızın, Respublikamızın əməkdar artisti Gülüstan xanımın dəyərli sözlərindən birazca bir yerinizə toxundusa,
Ağlınızın, Düşünürəm ki, ruhunuzun bir darıxdırıcı yerə olmadı sizin Çox üçün. Əziz qəşəng izləyicilər, sizin üçün də maraqlı oldu. Çünki bir müğənni kimi siz hər birimizi görürsünüz həmişə, amma siz bizi bir insan kimi tanımanız üçün də bunlar lazımdır və mən buna görə Yurd FM-ə təşəkkürüm bildirəm. Yurda təşəkkürüm bildirəm ki, yurdumuzda bax belə bir mövzulara, belə bir söhbətlərə vaxt ayırırlar, zaman ayırırlar ki, insanlarımız da biraz dünyaya baxışları formalaşsın. Çox təşəkkür edirəm Yurd Biz sizə FM-ə. təşəkkür edirik. Çox sağ olun Gülstan xanım. Vaxtınızı ayırıb gəldiyiniz Xoşdur. üçün, dəyərli fikirlərinizi, dəyərli təcrübələrinizi, dəyərli sözlərinizi bizimlə bölüşdüyünüz üçün. Nə yaxşı ki, Azərbaycanlıyıq, nə yaxşı ki, bu yurdun insanıyıq. Gəlin bərabər Azərbaycanımız üçün əl-ələ verək, onun üçün çalışaq. Çətinlikləri, problemləri öhdəsindən 44 gün ərzində bərabər gəldi ya. Bax, yenə də bərabər olaraq davam edək. Özünüzə yaxşı baxın, Yurd FM-də qalın. Hələlik deyirik. Gəlsə